Xanım Zeynəb Səlamullah əleyha deyir, bir gün gördüm xərabənin bir küncündə o balaca bala yeri əyilir, öpür, ağlayır, öpür, ağlayır. Deyir, yaxınlaşdım, yaxınlaşanda gördüm Əli Əkbərin adını yerə yazıb, qardaşının adını yerə yazıb, əyilib öpür, ağlayır. Bibisi Zeynəbə deyərdi, Bibi Zeynəb, birdən əgər mən dünyamı dəyişsəm, məni biraz yubandır, qardaşım Əkbər gəlsin. Nə qədər edirlər o körpə balanı aram edə bilmirlər, sakit edə bilmirlər. Ağlama səsinə məlun Yazid qəsrdən eşidir, deyir, bu səs nə səsdir? Deyirlər, bu Hüseynin körpə balası, qızıdır, atasını istəyir. O namərd deyir, aparın onun atasının kəsik başını verin ona. Harda görünüb? Bir uşaq atasını istəyəndə, darıxanda onun kəsik başını, atanın kəsik başını balasına verələr.